Həmişə insanların daxillərində olan gözəlliklərin var olduğuna inananlardan olacağam. Hər zaman fayda vermək istəyənlərdən, gözəllik yaratmaq istəyənlərdən və gözəllik yaradanlardan olacağam. Hər zaman başıma nə hadisə gəlirsə gəlsin, necə insanlarla qarşılaşıramsa qarşılaşım, gözlərimdəki parıltını, qəlbimdəki sevgini, dilimdəki şükrü, xoş sözü daim yaşadanlardan olacağam. İnsanların məndən olan münasibəti mənə aid deyil. İnsanların mənə olan münasibəti onların öz imtahanlarıyla bağlıdır. Mənim onlara olan münasibətim isə mənim imtahanlarımla bağlıdır. Ona görə mən yaxşı tərəfdə qalmağı seçənlərdən olmaq istəyirəm. Mən gözəllik görünmək istəyənlərdən olmaq istəyirəm. Mən varlığımla İnsanların həqiqətən yaxşı insanlar var, həqiqətən gözəlliklər var, həqiqətən sevgi var, həqiqətən şəfa var, həqiqətən möcüzələr var deyə yaşamaq istədiyi insanlardan olmaq istəyirəm. Bilmirəm bunu nə qədər bacarıram, bəlkə də bacara bilmirəm, bəlkə də heç bu dediklərimin heç birisini reallaşdıra bilmirəm, amma bunu etməyə niyyətli olanlardanam və inanıram. Gözəlliyin, ışığın, sevginin, şəfqətin, şirinliyin paylaşdıqca çoxaldığına, göstərildikcə daha da artdığına inananlardanam. Şükrün daha çox bərəkətlik yaratdığına inananlardanam. Ona görə nə qədər ki bu həyatda varam, nə qədər ki pis hadisələrlə rastlaşsam belə, nə qədər məni incidən, üzən insanlarla rastlaşsam belə, yenə də onların içlərində bir tərəflərdə gözəlliyi axtaranlardan olmağı seçirəm. Mən tərəfimi seçirəm. Harda olmaq istəyirəmsə oranı seçirəm. Necə görmək istəyirəmsə oranı seçirəm və bu görmək istədiyim şeyləri insanlar yox, mən təyin edirəm. Bəli, insanlar ola bilər ki, məni incidə bilərlər və mənə dəfələrlə sübut edə bilərlər ki, çirkinliklər var, amma axı onunla bərabər gözəlliklər də var. Axı onunla bərabər möcüzələr də var. Mən çirkinliklərlə bərabər yüzlərlə möcüzə də görmüşəm axı. Mən paxıllıqla bərabər qəlb açıq da görmüşəm axı. Mən sevgi də, şəfqət də, incəlik də, nəzakət də, gözəl ruh da, möcüzə də görmüşəm axı. Bəs bu gördüklərim hara gedir? Bu gözəllikləri görə onları inkar etmək olmaz axı. Bəli, həyat müştərəkdir. Yaxşının yanında pis də var, amma mən pisə yox da yaxşıya fokus olmağı seçənlərdən. Mən gözəlliyi seçənlərdənəm, gözəlliyi yaşayanlardanam. Qoy kim harda olmaq istəyirsə olsun, qoy kim nə yaşamaq istəyirsə yaşasın, kim nəyi görmək istəyirsə görsün. Mən gözəlliyi görməyin tərəfindəyəm. Mən getdiyim hər bir yerdə gözəllik yaratmağın tərəfindəyəm. Keçdiyim yollarda çiçəklər əkməyin tərəfindəyəm. Şükürlə gözlərimdəki işığı, parıltını daha da artırmaq niyyətindəyəm. Bunun tərəfindəyəm. Mən inananlardanam hansı ki, sən birisinə bir şey eləyərsən və yaradan səni onu artıqlamasına qaytarar. Birisinə gözəl söz söyləyərsən və tanımadığın bir insan, yoldan keçən bir insan sənə dünyanın ən gözəl nimətlərini heç gözləmədiyin anda verər. Mən buna inananlardanam və özümü tanıma yolu budur. Özünü tanıma yolu bunu gerektirir. Adamlar ki var, baxırsan simalarına, neysə xatırladırlar sənə. Hardasa bir yerlərdə unudub qalan nələrisə sənə xatırladırlar. Heç bir şey həyatda təsadüf deyil. Bu videoya baxdığın kimi. Ona görə mənim səndən istəyim, ümidini heç vaxt itirmə. İnan ki, bəli, pis insanlar var. Paxıllar var, kinlilər var. Başqalarının həyatlarına müdaxilə eləyib, onları qaraltmaq istəyən insanlar var, bu reallıqda. Amma onlarla bərabər gözəllər də var. Onlarla bərabər yaxşı insanlar da var, mərhəmətlər də var. Sayıları azdır, amma var. Var olana inan.